Çal, mənim havamı çal. Heyva gülü. Azərbaycan xalqı uzun nəsillər boyu rəngarəngliyi və coşqunluğu ilə insanı valeh edən rəqslər yaratmışdı. Xalqımızın xoreografiyasında müxtəlif xarakterli rəqslər olduqca çoxdur. Kişi və qadınların tək, qoşa, kütləvi rəqslərini, habelə milli oyun havaları ilə müşahidə olunan onlarla rəqsi bu zənginlikdən xəbər verir. Milli rəqslərimizin içərisində yalıların özünə məxsus rolu var. Qeyd edək ki, yallı adı gələndə ilk ağla Şərur yallısı düşür. Naxçıvanın zəngin mədəni irsindən bəhs edərkən Şərur yallısını unutmaq mümkün deyil. Bu rəqs sadəcə bir hərəkət toplusu deyil, əsrlər boyu nəsildən nəsilə ötürülən bir sənət əsəridir. Bu unikal sənəti qoruyub gələcək nəsillərə ötürmək üçün xüsusi bacarıq və ustalıq tələb olunur. Məhz bu bacarıqlara sahib olan istedadlı gənclərdən ibarət Şərur İnciləri Uşaq Yallı ansamblı bu mədəni irsi yaşatmaq və inkişaf etdirmək üçün fəaliyyət göstərir. Bu ənənəni yaşatmaq üçün biz də çalışırıq ki, bu gənc nəslə bu yallının sirlərini öyrədək. 10 ilə yaxındır ki, Şərur İnciləri Yallı qrupu Şərur rayon Mədəniyyət Sarayının nəzdində fəaliyyət göstərir. Biz də çalışırıq ki, bu gələcək nəslimizə, uşaqlara bu yallının sirlərini olduğu kimi öyrədək. Hal-hazırda kollektivimizdə 15-ə yaxın yallı üzvü vardı. Çalışırıq ki, bunları daha da inkişaf elətdirək. Hal-hazırda kollektivdə 6 yaşdan yuxarı üzvlər var. Biz də çalışırıq ki, bu üzvlərin sayını daha da çoxaldaq. Qeyd edək ki, balacalar ifası heç də asan olmayan yallılarımızı öyrənməyə böyük həvəs göstərirlər. Mən Bağırova Məleykə, 8-ci sinif şagirdiyəm, 14 yaşım var, 3 ildir bura gəlirəm. Öyrəndiyim yollar təncərə, tello, qənimo, kösəri, söylə. Mən gələcəkdəki məsləhəm budur ki, Şərur yallılarını öyrənməkdir. Mən Şərur rayon Təzvolan kəndinin tam orta məktəbinin 9-cu sinif şagirdi Bayramova Ruslana. Nənə-babalarımızdan mənə miras qalıbdır bu yallılar. Mən bu yallını davam etdirmək üçün əlimdən gələn hər şey edirəm və bir çox yallılar bilirəm. Təncərə, tello, köçəri, söylə, xələfi və s. bunlar. Mən Nazlı Quluzadə, 6 oxuyuram, 13 yaşım vardır. 4 ildən çoxdur ki, mən bu peşəyə davam edirəm, yallını öyrənirəm. Biz çoxlu yerlərə gəzməyə getmişik, orada tədbirlər etmişik. Sağ olsun, əfsər müəllim bizə çoxlu tədbirlər aparıb, bizə diplomlar veribdir. Mən uşaqlığımdandır ki, bu yallıya gəlirəm. Uşaq vaxtı gələndə çox qəşəng bilmirdim, amma yekəllisi sağ olsun müəllimlərin hamısı bizə çox qəşəng öyrətdilər. Mənim adım İncidir. Mənim 6 yaşım var. Yallara həvəsim var. Yalların ən kiçik üzvüsüyəm. Mən Daniel Kəndi tam orta məktəbinin 6-cı sinif şagirdi Şəxəliyev Rıza. Mənim yallıya həvəsimin olmağı nənə-babalarımızdan qalmış yallıları bilməkdir. Mən yallıları sevirəm. Mən
Mən bir çox tədbirlərdə iştirak etmişəm. Milli rəqslərimizin bu cür yaşadılması, onların gənc nəslə aşılanması onu deməyə əsas verir ki, nənə-babalarımızın bizə miras qoyduğu adət-ənənələr bundan sonra da yaşayacaq, inkişaf edəcək.